Birlikdə bu sualın izahına baxaq. Sualı deyir ki, tərkibinə görə 3 cür düşünə bilən sözləri müəyyən edək. Alaq sözü, dözüm, gəlirlər, bilək, açarsa sözlərimiz var. Birinci alaq sözünün izahına baxaq. Alaq sözü yabani ot mənasında işlənir, bir mənası. Bu zaman alaq ilə onun sözün kökü olacaq. Əmr şəklində işlədə bilirik ki, kök, qrammatik şəkilçi. Və arzu şəklində işlədə biləndə kaş alaq mənasında 2 qrammatik şəkilçi olacaq. 3 cür düşünə bildiyim üçün birinci testi götürə bilirik. Dözüm sözü biri nə sualına cavab verir, isim mənasında olur. Sözün kökü döz, dözüm isə leksik şəkilçi olacaq. İkinci mənada isə döz sözün kökü, isə qrammatik şəkilçi olacaq. İki mənada düşündüyüm üçün götürməyəcəm. Gəlirlər sözü isim mənasında, gəlir leksik şəkilçi, lər qrammatik. Onlar gəlirlər mənasında isə gəl sözün kökü ir qrammatik, lər qrammatik. Yine iki mənada düşündüyüm üçün üçü isə götürməyəcəm. Bilək sözü insanın biləyi, qolu mənasında bir kökdən ibarətdir. Biz bilək mənasında bil sözün kökü əc, qrammatik şəkilçi. Kaş bilək mənasında isə bil sözün kökü qrammatik, çi qrammatik, yəni arzu şəklində olan feil olacaq. Deməli, dördüncü testi də götürə bilərəm. 1, 4. Beşinci isə qapını açarsa bir formada düşünürəm. Ar gələcək zaman, sa isə isənin qısaldılmış versiyası. Cavab olacaq 1, 4, B variantı.